Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin icari haqqı məbləğinə güzəştli əmsalların tətbiq olunmasına başlanılıb. Bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının icarəyə verilməsi şöbəsinin müdir müavini Ehtiram Babayev deyib. O, dövlət torpaqlarının icarə məbləğlərinə tətbiq olunacaq güzəştli əmsalları da açıqlayıb. Yeni mexanizm dövlət torpaqlarının daha səmərəli istifadə olunmasına, istifadə olunmayan və ya səmərəsiz istifadə olunan sahələrin iqtisadi dövriyyəyə cəlb edilməsinə şərait yaradacaq. Müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin illik icarə haqqı məbləğinə güzəştli əmsallar tətbiq olunacaq. Dəyişikliyin əsas məqsədi iri ölçülü dövlət torpaq sahələrinin icarəsi zamanı sahibkarların və investorların maliyyə yükünü azaltmaq, investisiya mühitini genişləndirmək və xüsusilə böyük ölçülü dövlət torpaqlarının iqtisadi dövriyyəyə cəlb olunmasını stimullaşdırmaqdır. Yeni qərar torpaq sahəsinin ölçüsünü artdıqca daha aşağı əmsalların tətbiq olunması nəticəsində icarə haqqı məbləğinin azaldılmasını nəzərdə tutur. Belə ki, torpaq sahəsinin 5000 kvadrat metrədək olan hissəsi üçün 1, 5001 kvadrat metrdən 10000 kvadrat metrədək olan hissəsi üçün 0,8, 10001 kvadrat metrdən 50000 kvadrat metrədək olan hissəsi üçün 0,7 və 50001 kvadrat metrdən yuxarı olan hissəsi üçün 0,5 əmsal, yəni 50% güzəşt tətbiq olunacaqdır. Məsələn, yeni tənzimləmə mexanizmi nəticəsində əvvəllər Lənkəran rayonunda illik icarə haqqı 10.000 manat təşkil edən 10 hektar torpaq sahəsi üzrə həcmin icarə haqqı 6200 manata inəcəkdi. Yeni mexanizmdə mövcud baza yanaşması saxlanılır. Torpaq sahələrinin yerləşmə yeri tətbiq ediləcək əmsallara təsir etməyəcək. Əvvəlki qərarla torpaq sahəsinin icarə haqqı Bakı şəhəri üzrə bazar dəyərinin 3% həcmində, Respublikanın digər və şəhər rayonlarında isə bazar dəyərinin 2% həcmində müəyyən edilmişdir. Yeni dəyişikliklə həmin hesablama qüvvəsində qalır. Əlavə olaraq isə az öncə dediyim formada əmsallar tətbiq olunur və nəticədə torpaq sahəsinin ölçüsü artdıqca icarə haqqı məbləği azaldılır. Bu güzəştlər İqtisadiyyat Naziri yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarə verilən torpaq sahələrini əhatə edir. Ehtiram Babayev bildirdi ki, yeni qərarın ehtimal olunan iqtisadi nəticələrinin proqnozlaşdırılması aparılıb. Qərarın hər iki tərəf üçün, yəni həm sahibkarların, həm də torpağı icarəyə verən tərəf olaraq dövlət üçün iqtisadi səmərəli olacağı qənaətinə gəlinib. Belə ki, icarə haqqı məbləğinin azaldılması fərdi qaydada sahibkarların maraqlarına xidmət edəcək. İri ölçülü torpaq sahələrinin icarəyə götürülməsini stimullaşdırmaq isə icarəyə verilən torpaq sahələrinin həcminin artması hesabına dövlət büdcəsinə daxil olmaların çoxalmasına şərait yaradacaq. Sənan Bəhrəmli, Əziz Əzizov, ATV Xəbər.